Qərara əsasən növbəti illərdə avtobus vasitələrinin texniki göstəricilərində müəyyən dəyişikliklər olacaq. Bu dəyişikliklər əsasən xidmət keyfiyyətinin yüksəldilməsi və təhlükəsizliyin təmini istiqamətinə yönəldilib. İlk növbədə sərnişin daşıma nəqliyyat vasitəsində gediş haqqını ödəmək üçün elektron ödəniş vasitəsi alətləri quraşdırılmalıdır. Sərnişinlərin sayının, yəni minib düşən sərnişinlərin sayını təyin etmək üçün avtobuslarda sərnişin sayğacı olmalıdır. Və qeyd edək ki, avtonəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsində istismar müddəti 15 ili keçməməlidir. Yeni tələblərdə avtomobillərin yürüyüş məsafəsi də nəzərə alınır. Sıxılmış qazlarla və dizel mühərrikləri ilə işləyən avtonəqliyyat vasitələrində yürüyüş məsafəsi 1 milyon kilometr, elektriklə işləyən təchiz olunmuş mühərrikli avtobuslarda isə 1,2 milyon kilometrdən çox olmamalıdır. Belə olduğu halda bu nəqliyyat vasitələrinə subsidiyanın verilməsi mümkün olmayacaqdır. Qərar 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək. Nəzrin İsmailova, Asil Fətəliyev, NTV Xəbər.